Hər vaxtınız xeyir olsun. Zabrat bir qəsəbəsində 192 nömrəli məktəbə və mərkəzi yola çox yaxın məsafədə yeni bir şəxsi tikili həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Qeyd etdiyim kimi Zabrat bir qəsəbəsindədir. 192 nömrəli məktəbə və mərkəzi yola çox yaxın məsafədədir. Qazı, suyu, işığı daimidir. Həyətə 2 maşın rahatlıqla daxil olur. Ətrafda qeyd etdiyim kimi yaşayışdır. Sənədi bələdiyyə sənədidir. Yerləşmə yerini yenidən qeyd edim. Zabrat bir qəsəbəsi. Daxil olaq evə. Bura evin dəhlizi, dəhlizdən otaqlara paylanılır. Evin müəyyən qədər təmir işləri qalıb və bu şəkildə satışdır. Polu da parketdir. Qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir. Sənəd bələdiyyə sənədidir. Qonaq otağı 4-ün 10-a inşa olunubdur. Sol tərəfdə mətbəx, pəncərəsi həyətə baxır. Hamam və sanitar qovşaq ikisi birlikdə, yeri də istif oldu. Və qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin dəhlizi, dəhlizdən otaqlara paylanılır. Sağ tərəfdə hamam və sanitar qovşaq ikisi birlikdə, yeri də istif oldu. Sağda bir otaq və buranı da qardırob etmək mümkündür. İkinci yataq otağı və üçüncü otaq. Qiymət 130 min manat, yerləşmə yeri Zabrat bir qəsəbəsidir. 192 nömrəli məktəbə yaxın məsafədədir. Əlavə suallarınız üçün də nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.